Sizdə ilk həccə dəvət edən İbrahim Peyğəmbər olub. Allah Quran-ı Kerimdə buyurur ki, وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ İbrahim Peyğəmbərə ilk dəfə həcc o əmri verəndə Allah deyir ki, insanları həccə dəvət elə. Yəni bundan sonra indi bizim düşüncəmizə əsasən Allah deməlidir ki, həccə dəvət elə ki, gəlsinlər, həcc yerinə yetirsinlər, ibadət etsinlər. Düzdür? Görün Allah nə deyir? Yə'tuka və əzzin finnasi bil həcci yə'tuka. Demir yə'tu iləl həcc. Həccə dəvət elə, ibadətə dəvət elə, sənə tərəf gəlsinlər. İbrahim Peyğəmbər həmən zamanənin, dövrün hüccəti idi, yer üzündə peyğəmbər idi, peyğəmbər deyildi. Düzdür? Allah deyir, həccə dəvət elə, sənə tərəf gəlsinlər. Yəni həccə gələndə səni tanısınlar ha. Belə olmasın ki, gəlsinlər, həcc yerinə yetirsinlər, yer üzündə ilahi rəhbəri tanımasınlar. Allah siz burada nə demək istəyir? İlahi hüccəti yer üzündə tanımasan, ona itaətin olmasa, ona tərəf getməsən, həccin də naqisdir. Təkcə indi burada həcc misal çəkilir. Ramazan ayında orucun da naqisdir. Namazın da naqisdir. İbadət itaətin də naqisdir. Çox mühümdür bu.